gücünden herkese salam. Yeni bizimle karşınızdayım. Deməli bugün başlığında gördüğünüz üzere yaz sessiyamızın ilk imtihanıdır. Dövlət İctimai İdarəetmə. İmtihana necə hazırlaşmışsınız deyə soruşsanız, əslində kollektivlarda falan oxumuşdum deyə mənə bir növ rahat gələcək. Amma inşallah suallarda yəni istədiyim tipdə düşər. Belə ümumi qrupun rəyi olaraq desəm, məncə imtahan yaxşıdır. Çünki son kollektivumuzda hamısını təkrarlamışdıq. Elə sonuncu kollektivumuz bütün dərslərin full təkrarıydı. İndi ümid edirəm bu imtihanda da hamımız mükəmməl yazarıq. İndi gəldiyiniz sinifə yenə qrupun ümumi rəyini alın. Hadi. Mən gəldim qrupumuza. Bu otaq özdə seçmişdik sizə ekologiya imtahanını verdiyimiz otaqdır. İndi gəlin hamıdan soruşaq bu imtahanı necə hazırlayır. Salam. Bugün təşəkkür cümlələriniz. Çox təşəkkürsən bax. Xeyr deyiləm. Nəysə, artıq sual oxumaq başımı düzləşdirməmişəm. Cümlədə indesən yardıma deyil. Sən qoymursan. Birthday girl. İmtihanda imtahan vermək nəyə bizə bilirsən? Seçəcəyim demə. Kəsməyəcəyim. 19 bala ehtiyacım var və bilməm, heç yaxşı şeylər gözləmirəm. Seçtiğim suallar var ki, onları okumamışam. Onlar düşsə götürməyəcəm bileti, amma yaxşı oxumamışdım. Biz sadəcə Tanrının köməyinə ehtiyaclıyıq. Videonun başlanğıcında dediyim ki, konumuz yaxşı hazırlaşır. Biz daha hazırlaşır. Necə? Ha, yaxşı hazırlaşır. Elif, necə hazırlaşmışsın imtihana? Necə hazırlaşır? Aslında hazırlaşmağa başladım. Sonra gördüm ki, yox, məndən alınmır. Dedim, oxumayım, olsa semestr boyu oxumuşam. Sonra gördüm, oxuduğum da yadımda var. Ona görə bir dəfəli yazmışsınız. Bu arada bir şey var ki, oxuduqca sən razı qalmalısın. Buna heç də bilmirəm. Neyse, deyək sizlərə. Dəniz, salam. Salam. Necə hazırlaşmışsın imtihana? Orta. 17. Sən oxuyurdun amma DLT-dən oxuyurdun, haqqını yemək də. 4 gün əvvəldən başlamışdın da oxuyurdun. Onu satdıranmadım. Mən də satıra bilmədim. Etikləri ümumiyyətlə oxumadım. Mən cəmiyyətin dairəsində. Cəmiyyətin idarəetməsini yola verdim. Dedim, nə bilim, yoxlayaram da. İnşallah suallar mənə düşməz. İnşallah. Qərarları oxumamışam. 17 bal istəyirəm. Onlar 17 bal verməliyəm. İstədiyim var oldu. 35. 35 yaxşıdır. Hadi oxurlar. Salam. Necə hazırlaşmışsın? Biz. Oxumamışam. Deyirəm, partilərimizdən partiyə yəni. Mən imtahanı qoyub partiyə getmişəm. Heç vecimə deyildi. İnşallah imtahan mənə Aman qazanasın eləyəsən. Olsa, biz necədir problem? Semestr boyu oxuyanların, yəni imtahanları falan yəni çox rahat olur. Bir də özdən təkrar edirsən, biz gün bəs edirəm, bir gecə də var, təkrar edirəm. Mən bir gecə oxumuşam. Bu axırda birləşdirərək bir gecənin nəticəsi nədir? Görək necə olacaq. Hadi. Ay, sən necəsən? Nətər olmalıyam? Oxumamışam, oxuduqlarım yadımdan çıxıb, vəziyyət o deyil. Səncə necə keçəcək imtahan? Heç nə, 17-ni alıb çıxardım, əvvəl aldım. Giriş balı neçədir? 34, qılaqıl 34. Uğurlar. Devoşum, imtahan necə hazırlaşmışsın? Yalan deyil. Baxın, biz ikimiz eyni cür getmişik. Yəni, bütün semestr boyu oxumuşuq, bütün mühazirələrin hamısında hazır idik. Və müəllimənin power olan şagirdlərimdəndir. Elə bir Yox, 17-ni gözləyən tələbələr olur, yəni qlaqıl keçsin düşdü. Yox, elə də deyil. Amma məsələn 7-8 sual var o Avropadan var. Hopsat. Onların özünü bilmirəm. Elə. Keç bunu elə. Dərslərdə baxmamışam. Başqanı baxmamışam. Müəllimin favori şagirdlərindən baxır. Bunu sən olmasa paylaşmadım. Mən də görmədim. Hadi öptüm. Girək digərlərinə. Ay, salam. Salam. İmtahan necə hazırlaşmışsın? Yenə son gecə, sonam. Oxunan sual sayısı 0. Yəni son gecə 11-dən sonra oxumağa başlamışam özümə güvənə. Bu arada insan beyin tetiklərində daha da yaxşı yadda saxlayır. Nəinki 4 yaşlarından başlayanda. Bunu mən Stres olanda ancaq oxuya bilirəm. Belə boş vaxtımda onu oxuyamıram. klassik tələbəsidir. Hadi digərlərinə. Bay bay. Ay, şükür. Necəsən? Dostlar, sağ dostlar. Çox stresliyəm. Oxumuşam. Kollektivdə də oxumuşdum əslində. İndi oxudum. Dırnaqlarımızda indi var dostlar. Amma stresliyəm yerdə çünki 42 ilə gedən və istəyirəm ki, alım və ondan üçün də 50 almalıyım, amma o 50 olmasın. Çox qız da alsın. Aslında deyil. Bacarmaq olar. Bacaran. İnşallah hamımız olur. Bay bay. Salam Ayzar. Salam ver. Necəsən? Valla, oxudu bu necə? İmtahana necə hazırlaşmışsan? Valla, hazırlaşdım herhalde. Ağlamıram, bu 50 sualdan 35 dərəsini oxumuşam. Valla, burada hamı ağlayır, Valla, ağlamıyorum, əsl ağlamaq olmam. Ən yuxarı balına yığmalıyam. O şey keçməsəm, kəsirlər, belə. Neçə bal
Neçəni girsən? 20 ilə. Çox oxumışam, xatirə. Tamam, uğurlar sana. İmtahan necə hazırlaşmısan? İmtahana 17 plus bal göstərirəm. 17 plus. Neçəni girsən imtahana? 44-dən. 4 dəqiqə 17-dən çıxarsan. Oxumusan qəşəng. Oxumuşam, amma təkrar almamışam. Yəni ancaq oxumuşam. Amma yazacaqsan bilirəm. İnanıram mən də. Tamam çıxdım. Çox mükəmməl yazdım. Nə oxumuşdumsa elə o da düşmüşdü. Tək qorxduğum bir dənə sual var, yazı qorxduğum yox. Məntiqi ardıcılıqla gedən bir sual var idi. Qərar vermə xüsusiyyətləri və onun mərhələləri falan. Onu da yaza bildim çox şükür hamısını, yəni. Yəni dediyim kimi də seminarları normal oxumuşdum, kollegiumları normal hazırlaşdım, gəldim imtahanlara mükəmməl yazdım. İndi gəlin görək imtahana çıxanların vəziyyəti necədir. Düzdür, imtahan necə yazdınız? Daha doğrusu yox, imtahana gələrkən təəssüratlarınız. Hə, birinci təəssürat. Məndə çox dəhşət bir rahatlıq var idi. Ekologiya otağının tilsimindəndir, nəyindəndir bilmirəm. Yəni yazacağımı düşünürdüm. Burada otağın həqqi aurası elədir. Hə, Yəni çox yazacağını gözəl arxana aurası alırsan. var. Və yəni düşünürdüm ki, yaxşı yazacağam və məncə də elə oldu, amma Zaur imkan vermədi. Zaurun üzündən tutulurdum mən. Sən bölüş. Mən orada bir sən necə risk yaşadın ya mənə başda. Riski bir danışdı. Sonra mən də var. Qoy danışıram. Diyan. Mən deyəcəm o sizə. Deməli, sağır vərəqi verir Asiyaya ki, cavab yazsın. Asiya deyir, mən istəmirəm bu vərəqi. Vərəqi verir, mən vərəqi yerə atmışam. Ayağımla itəlirəm, elmin tərəfinə ki, Zaur götürsün vərəqi. Sonra tutulmadıq çox şükür. Yəni Zaurun ucbatından tutulacaqdım. Hani axırda kömək eləmək istədim. Amma müəllim məni çıxartdırdı. Gedib bitirəndə çıxıncı qovda mən. Məncə yaxşı yazmışıq bu arada. Çox ümidliyəm və deyilənə görə Onu məndən boş verin. yuxarı Bir bal də verir. sesin arasında da Zaur üzərindən otaqdan Zaur qovulur. məni öldürürdü də, yəni Zaur buradan sənə səslənirəm. Sən üzünə imtahana ata bilərdim. Zara deyirəm şey deyir, 5 cümlədir də. Deyirəm 5 cümlə deyil, necə uzadım? Özünkilər. Mövzu 5 cümlə idi zaten. Yəni çox da əhatəli bir mövzu deyildi. Bizə 10 cümlə yazdırmağa çalışırdı o 5 cümlənin içində. İndi gəlin yenə o qısada çıxmışam. Salam. Salam. Necə yazdınız imtahanı? İmtahandan əlin vermişik, yazmışıq. Böyle oldu. Düz yerdə vermişik. Türkan mənə biraz kömək elədi sağ olasın, arxadan. Biraz təkan verdi, yazdım. Sən necə yazdın? Mən də yaxşı yazmışam. Yox, bir kömək, bir vasitə. Mənə heç kim kömək eləmədi. 100 var. Yana. Kəsilsəm daha önəmli deyil. Yaxşı, heç olmasa kəsilməmək kimi bir şansınız var. Yəni keçirsiniz yoxsa yox? Müəllimin yazmalından asılıdır. Yox, Mənim ben giriş özüm- balım 23-dür. 28 bal yazmalı ki, gələk çıxam. 5 sualın 5-ini yazmışam axıra kimi. Ətrafına görə eyni olur da. Və sən? Məndə də elədi. 26 ilə girirəm. 26 ilə girirəm. Mənə qardaşlıq eləyib 31 bal versə, Yox, yox 21. Mən 31 27. hesablamışam. Mən 31 hesablamışam. Bu 31 hesabı. 31 bal versə Bəli. mənə qardaşım inşallah keçir. Nə qardaşım? Qardaşdır. İmtahan necə keçdi? Sizcə ədəbiyyat keçirsiniz yoxsa yox? Böyük ehtimal keçər ya. Keçirsiniz. Ədəbinə. Elşən, sən keçirsən? Sən çox belə narazı. Təvəkkəliyəm. 25 il var idi. 25 yığmalısan. Neçədən çıxırsan imtahan? Yox, neçədən girmisən? 5 il, 26. Mənim kəsilmək riski var. Qrupumuzun ən favorilərinə gəldik. Bunlar ikisi əlatıdır. Bu da zərbətiyə namizəddir. Bu semestr əlastik gedir. Yalan Acıdan kül eləmişəm. Çünki Tamam. kül eləmişəm. Oxumayıb gəlmişdim. Nəsə kəsilməyəcəm amma bilirəm. İnşallah. İnşallah hamımız zərbəti əlatı olaq. Layiq olduğumuzu alaq da. Layiq olduğumuzu alaq. Sən Mən heç oxumağın bir mənası yoxdur o mühazirənin. Götür elə bir dənə cümləni yapış orada yaz. O hamısı mühazirənin hamısı oxumuşam mən bunu. Heç bir şeydə yadıma düşmədi o. sən İslam. Hə, Sən necə yazmısan? normal. İnşallah əlatılığın qalır əlində. Mən bütün sualları bu arada yazmışam amma külək nəticəsində yazmışam da, yəni ümumi məlumatlar əsasən. Bu arada bizim külək dediyimizə baxmayın, job dediyimizə də baxmayın. Bizim hamısı elmi əsaslandırmadır. Yəni o job dediyimiz, elmi küləkdə necə olur? Məsələn, bir mövzunun konkret mühazirəsini yazmırıq da, digər mövzularla əlaqələndirib elə yazırıq. Biz də bunun elmi adı jobologiya. Bir də 2 gün sonra politologiya imtahanımız var. Heç Onda da görüşərik. Hələlik. Nə vaxt olacaq tarix imtahanında? Yeni gündən hər kəsə salam. Deməli, bu günləri ikinci imtahanımızdır, politologiya imtahanımızdır.
Ümid edirəm yaxşı keçər. Demək olar ki, bütün qrupumuz 1-2 gün qalmış hazırlaşıb. Çünki zaten o birisi birinci imtahanımızla ikinci imtahanımız arasında 2 gün məsafə var idi. Mövzular rahat idi. Yəni demək olar ki, avtoritarizm, totalitarizm, xarici siyasət, beynəlxalq münasibətlər və s. Yəni gündəlik danışdığımız, dərslərdə danışdığımız mövzulardan çalışmışdı. Ümid edirəm imtahanımız yaxşı olar. İndi imtahana demək olar ki, yarım saat falan qalıb. Mən də böyük ehtimal ki, çatdırıb düşünanını soruşa bilməyəcəm. Amma kifayət qədər çatdırıb soruşa bildiklərimdən soruşacağım. Soruşa bilməsəm də zaten sizə imtahandan çıxandan sonra bütün qrupun nəticələrini, yəni necə yazdığını, necə hazırlaşdığını və s. hamısını izah edə bilərəm. İndi gəlin çıxaq otağa. Yenidən hər kəsə salam. İmtahandan çıxdım və çox yaxşı yazdım demək olar. Hətta demək olar yaxşı yazdım. Sadəcə dünən oxumadığım bir mövzu var idi. Daha doğrusu nəyə oxumadım, niyə oxumadım? Dünya görüşümə arxaylandım ki, xarici siyasət haqqında yəqin ki, yaza bilərəm. Dedim yəqin, yəni xarici siyasətdə nə var bunu yazmağa falan. Amma yazdım da, yəni əsas o bir vərəq doldum. Yəni amma məntiqi bir şəkildə doldurdum da. Və bir də çox əcayib bir şey oldu və çox kritik bir ortam idi. Mən səhər gələndə biraz halım yox idi. Mən imtahan qabağı yemək yeyə bilmirəm. Heç nə yemədən, heç bir kofe içmədən falan. Durdum, gəldim dərsimə, yəni imtahanıma. Yolda da ekologiya imtahanımda olduğu kimi bu imtahanımda da birazcık baş gicəllənmələri, halsızlıq, yorğunluq kimi hallarla qarşılaşdım. Rahat idi, rahat yazmaq olardı. Dediyim kimi, mən son 2 mövzunu beynəlxalq münasibətlər və xarici siyasət oxumamışdım. Dedim, dünya görüşümə arxalanım və elə yazdım. Və elə də oldu. İnşallah ümid edirəm nəticələrimiz də çox reaksiyon olar. İndi görək o bizdən nə vaxt çıxacaq. Ona görə imtahandan çıxan 3 nəfər var hal-hazırda. İndi onlardan gəlin soruşaq. Buyurun. Nərdəsə birinci bu danışmaq şərəfini özümə layiq görürəm. Üçün hava çox küləkli olacaq. Çox küləkli də axşama evlərinizdə düşməyin qətiyyət. Deməli, ilk olaraq nə deyim? 3 dənə sualı bilirdim. 3 dənə sualı yaxşı yazdım. O birisi 2 sualda çox uyğun şəkildə yoxladım. Partiyalar düşmüşdü. Mən yazdım ki, partiya seçkilər zamanı namizəd irəli sürür. Seçki nədir? Seçki budur. Eyni şey yazdım. Sonra yazdım, seçkilər necə olur? Majoritar, proporsional. Majoritar nədir? Proporsional nədir? Arzu partiyadan savaya hər şey. Mən Partiyadan hələ başqa Yeni hər şey Azərbaycan partiyası zad yazmışam. Ay, mən siyasi partiyalar difai yazmışam. Yəni sən şükür elə. Difai Əhməd bəy Ağayev 1906. Deməli, mən mən nə 45 sualdan bir dənə siyasi təsisatlarından siyasi partiyalar oxudum. Gəldi, ikisi də düşdü. İkisində full çoxlamışam da, yəni. Mən də 2 dənə şəxsin adını qeyd etmişəm. Çox gözəl şəxslər. Montesquieu, Dijor var. Adların birəm neyinliklər bilmirəm. Əliyevlər, onların, onun bal verməmək üçün şansları yoxdur. Sən Mən 50 al. Paykindaçan özü var, özü haqqında. Orada da məzunlar var. İnşallah tezliklə bizə qismət. Rəhbər gedək bu xarabada. Bu arada mən də son zamanlarda beynimə məzun partisi, məzuniyyət düşünürəm. Ayda Mən əmim qızım var, Unikdə bəlkə getdim. 9 ilə girirəm, uşaqda əl açıqdan əlimi üzdüm. Mən 48 81 olsun bəs. Uca beyə razıdır. Beyə razıyam. O qədər vəziyyət. Məni də akademik hırs bürüyüb bu aralar, bayağı bürüyüb. Nəsə almaq istəyirəm. İdarə etmədən A alacağam, deyəsən politologiyadan B alacağam, boyumu yerə soxum. Rəfiqəm deyir ki, mən deyir siyasi partiyaları difai, Əhməd bəy Ağayev, nə bilim qeyrət, hümmət yazmışdım. Mən 45 bal aldım. 7 dənə sual oxumuşdum. 7 dənə sual oxumuşdum. Ha, inan 7 dənə sual, 15 dənə də yazdım. Bir dənə sual oxumadım, vizyon azabı çəkirəm burada. Deyir 7 dənə sual oxumuşdum. Yox, 7 sual deyil, 20 sual oxudum. 100-dən oxudum. Yəni, dedim papotudan nə olar. Yarım saat gecikmişik imtahana. Hə, bir dənə bu anı danışmalıyam. Bu Elmi və Polad, 3 dənə qrup yoldaşım var. Üçü elə girdilər içəriyə, əllərində füsti. Bunun bir dənə istirahət mərkəzinə gələn kombinim. Dedim, yəni bunlar net olaraq istirahət mərkəzinə gəldilər, imtahana gəlməyiblər. Tamam, imtahan necə keçdi? Belə, mənə situasiyanı danışdım. Şey düşdü, bir dənə sual var idi orada. Məndən keçirmək istəyirdilər, mənə də atdılar qabağa. Birinci sual var idi orada. Allah təzahürat var. Biz gördüm, baxdım o toskasına gəlmir yaxın buna mən eyni sual. Mən ödə də gəlmişəm, yox, təzyiqim düşüb, bayılmışam. Elə bir kam elə durub gəldim. Mən şöyle gəldi bu ayrılmasın. Otağa da deyirəm ki, mən bayılmışam da, yəni bildiyiniz gözüm qaramış. Deyir, hə, yəni normal. Yəni Türkçənin klassik günlük rutini də, yəni bu kofe içməsin, şokolad yeməsin, gəlsin bayılıb. Bu arada hər kofe içməmişdim. Sənə bol-bol uğurlar, o birisi imtahanlarında da sənə bol uğurlar diləyirəm. Nəysə, indi görün başqa kim var ortaqlarda, sonra görüşərik. Yanımda benim bestim var. Hadi şimdi yazın imtahanı. İmtahanı demək, dünən 35 sual oxumuşam. Yolda gələndə telefonumuzun əlqəsi bitdi, oxuya bilmədim.
Bu bir ayrı bir drama. Heç nə gəldim, bildim sualda xarici siyasət düşmüşdü, onu da oxumamışdım. Mən də oxumamışdım. Mən də düşmüşdü, oxumamışdım. Yoxladım, çürəklədim. Yəni Azərbaycan siyasəti falan, dünya ölkələrinin siyasəti, qatışdırdım, qoydum. O bizə qalanlardan biraz məlumatım vardı. Biraz da kürəklə biraz nəsə alındıra bildik. Görək nə gələcək. Amma inanıram ki, bir 35-i keçər. Məncə 35-i keçər. Ya 35 keçə biləcək. İnşallah A alaram. İnşallah A alaram. O da Sadıq Bəlistan da B almaq ayıb deyə. Bu arada idarə etmənin birinci imtahanımızın cavabları çıxdı. Mən 87 aldım, B Mən də aldım. 87 alıb B aldım. Demək olar qrupun ümumi vəziyyəti yaxşıdır. Üst kəsənimiz var. Yenə əlası olanmadım. Bu arada mən də əlatçılığı hırslanmışdım. Mən 4 baldan da qaçırdım. Bu arada konstitusiyanı da eləmişdim. Birinci imtahanda 87 almışdım. O birisləri dedim ki, bunları B almışam, sən əlatçılığım var. mən görməm birinci imtahanda çalışmış qalsın. 47 oradan, 33 də oradan neçə edir? 80. 81 al. Yox, 80. 47 33 ha. 80. Ondan sonra başımı bırakmışdım. Ha. Neyse, inşallah bizim imtahanlarımızda yaxşı olar. Əsas zərbəçlikdən düşməyəsin. Mən stipendiyamda qalım. Sən stipendiyamı qazana bilərsən. Mənim stipendiyam yoxdur bu arada. Birinci semestr var idi, sonra da getdi. O da yüksək baldan girdiyimə görə. İndi inşallah hər şeyin xeyirlisi olar. Yəni birinci semestrdə mən qazana bilmədim əlatçılıqda inəcəkdə əlatçılıq. Hər şeyin xeyirlisi. Cidden birinciden nəsə axıra qədər odur. İnşallah hər şeyin xeyirlisi olur. Hadi, o bizlərdən yəqin heç kim qalmayıb. Bu qədər gənclər, bu günümüz sonlandı. Məncə, içəridə heç kim qalmayıb da, məncə. Uşaqlar buradan çıxmalar, yəqin o tərəfdən çıxırlar. İnşallah növbəti imtahanda görüşərik. Hələlik. Yeni gündən hər kəsə salam. Bu gün 3-cü imtahanımıza gedirik. 3-cü imtahanımız tarix fənnindən olan bir imtahandır. Tarix fənnini mənim qədər sevən bir adam bu imtahandan həddən artıq yorğunam. Yəni, tapasanız 2 saat yatmışam ya da yatmamışam. Yəni, o dərəcədə. Hətta yolda qorxdum ki, birdən gözüm qarada təzyiqim düşür. Çünki mənim ən yaralı yerim təzyiqimdir. Oradan tez vurduram da. Ay. Üstünə demək olar ki, bütün qrup qorxur. Necə qorxur? Yəni, belə deyim də, bizim 2 il məşğələdə keçdiyimiz məlumatları biz bir semestr boyu keçmişik və bir gecədə öyrənmişik bunları. Yəni, bir dənə oturum, bir dənə şeyliyin düşünün. İndi sinifə çıxacam. İnşallah çoxsu gəlib, çoxsundan soruşmaq istəyirəm. Keçən səfər idarəetmənin qiymətlərini desəm dedim, yoxsa demədim. Onun qiymətlərimiz çox yaxşı idi. Mən B aldım. Düzdür, B gözləmirdim, A gözlüyordum, amma eyb yox, 87 ilə B aldım. Ən son çıxdığımız imtahan, politoloji imtahanından da A aldım, 97 ilə. Bütün qrupun vəziyyəti ümumiyyətlə yaxşı idi, kəsdən yox idi. Ay, belə. Belə bu imtahanımızda necə olacaq? Yəni, inşallah əziyyətimiz yerdə qalmaz. Hamımız normal qiymətlər alarıq. Yəni də gəldik. Buradan vurulmayaq bari. İndi gəlin gedək sinifə görək vəziyyət necədir. Mən əslində bir sənəd oxuyuram, amma son 2 imtahanımız əsas korpusda olur. İndi 4-cü mərtəbəyə çıxıram. Mən çıxmaq istəmədim, çünki çox adam var idi və şu an tək istədiyim şey sinifə gedib dincəlmək və yerdə qalıb suallarımı oxumaq. Çünki gəldim, heç nə xatırlamıram, heç nə yadımda deyil, bilmirəm. Elə bir bütün gecə mən oxuyam, mən deyilmişəm. Heç nə yadımda qalmır. Allah kərim deyib gedirəm, yəni bildiyimiz. Yəni deyəm ki, heç nə bilməmişəm tarixdə. Mən tarix 3 gün bilirdim. İmtahanda 28-də, 30-dan 28 yazmışdım. Sizə çatdıq. Ne qaldı otağı tapmaq. Biz acayip bir dönümdən geçirəm. Evet. Çatdım. Salam. Ben çəkmə. Hayır, bu cümləyə tamamla. Gəl burada, gəl bura. Sağ ol. Günü. Ben ne başladım? Necəsin Ayfidan? Sən çıxacaq. Böyle bir şey var. İmtahan necə hazırlaşmasan? İmtahana yatmadan hazırlaşmışam. Belə də ki, inşallah yadına düşür, amma yadına düşməyəcək. Mən bu arada suallara baxdıqca, adına baxdıqca yadımdan çıxır. Mənim də. Haqqını helal et. Digər könüllərimizə keçək. Necə hazırlaşırsan imtahana?
Əmin sən yazacaqsan. Oyunda keçirsən əsas. 17 olmur da, 31 də girir, 20 lazımdır. 5 5 4. Hərəsindən 4 bal alsan, 5 bal alsan bəs. İnşallah. Hadi sən olur, ay keçə olur. Bəli deyib buna. Sağ ol. Bizim azqımızı xarab elədi. Kəsir bunu hesablayır da bu gecə. Hesabını hesablayıram. Bu arada 75 sualdan 50'sini oxumuşam, amma sadəcə oxumuşam. Suallara baxırsan, ümid edirəm. Məncə yazabilirsən. Fevral inqilabı, oktyabr sürüşü. Zaqafqaziya komissarlığı, Seyim, Balxıqı, qaptıq qarşıdırama, belə hamısı bir yerdədir. Bilinir də yəni vəziyyət nə yerdədir. İmtihana necə hazırlaşmışsınız? Bu 39 yazmışdı imtahanda. İndi Sınıfın nədir? 30. Allah üzrə baxdı, müasirdir. Bu da nə işə Mən də 30-dan, amma mən üzümə də baxdım, 28 yazdım imtahanda. müasirdirsə, o sözün daşımaram. Mən 17 yazmışam, ən çox mən. Yenidən hər kəsə salam. Üzümdən də görmüş olduğunuz üzrə imtahanım çox mükəmməl keçdi. Yəni bileti ilk çəkdiyim andan əsl istədiyim suallar düşdü və təsadüfə baxın ki, bilirsiniz ki, tarix fənninin imtahanının birinci sualı əsasən ibtidai icma quruluşu və tayfa bilirlər olur. Və mən də gəldim o sualda ki, dayandım. Yəni hardasa yarım saat falan o sualı yazmağıma getdi. Çünki o sualı oxumamışdım. Dedim bilirəm, yazaram eləyirəm. Heç oxumadım. Ən əsasımı yönləndirdim SSR, AKC, xanlıqlar dövrünü ki, oralar daha çətin digərlərinə nisbətən. Gəldi bu suallar mənə düşdü, amma yazdım. Bir də axırda Seyim, Zaqafqaziya Seymi, Cənubi Qafqaz Komissarlığı falan tipi suallar var idi. Onlarda birazcıq axsamış ola bilərəm. Axırda digər mövzularla bəs əlaqələndirib tamamlamış ola bildim. Uşaqlardan heç kim qalmır, çünki ən axırda demək olar ki, mən çıxdım axırlardan uşaqlardan. Yanımda Xədicə var. Necəsən ay Xədicə? biz əslində video düşmək istəmirdim. Hə, dərsə girəndə də imkan vermədi bunu video seçim. Bəli, video düşmək istəmirdim çünki bu gün yatmamışam. Yuxu, yəni Mən də 1 saat yatmışam və tutmuyor. bir də telefonumu dərs oxuya qucaqlayıb yatmışam. Hə. Mən normalda telefonumu qucaqlayıb yatanda telefonumu bu insanda belə Bu arada atmıram. bu yatmamağına rəğmən qəşəng görsən, amma yatmamışam yenə də pis. Həm kötü not alıb, həm çirkin olamazdım. Sağ ol. Mən hər ikisini, hər ikisini eləməm. İnşallah yaxşı olacaq tarixdən. Mən də kəsməzlər. İnşallah Çünki əsas çıxıb sənimiz deyil. gözləyirəm. Məncə də. Amma 75 saatda adam qorxur biraz. Hə, bu arada mən də 75. Seçən 75 saatlıq olan hazırlan var idi. Sən 75 İsmail. Amma onu kəsmişdilər. Hə. Ballara şahid. Ümumi qrupa baxanda uşaqların üz ifadəsindən gördüm ki, oxuyanlar, məsələn, Zəndişan, Cümrə falan düz yaxşı idi. Yəni Məncə. oxuyanlar yaxşı yazdılar, oxumayanlar da qismən yaza bildilər. Nəzarətçilər bu səfər yaxşı idi desək olar. Yəni Kişidən mənim xoşum gəlmədi. Riyaziyyat müəllimi idi. Və bilinir riyaziyyat müəllimi olduğu sifətindən. Yəni riyaziyyat müəllimi nə qədər Mənim işimə qarşısına yetişinə məşğul. Nəzarət. Bir də məncə o otaqda kamera yox idi. Çünki deyib gülürdü. Mən də danışırdım zaten. O kişi arada bir baxırdı. Göz qaşı edirdi ki, yəni danışma falansa. Amma Zəndişanın heç nə öyrənə bilmədim. Kösürdə bilmədiyi üçün ağladım. Mən bu arada kösürdə bilmirəm. Mən ümumiyyətlə kösürdə bilmirəm. Kösürmə bacarıqlarım Mən də yoxdur. kösürmə bilmirəm. Kösürəndə elə bir, siz necə? Sanki gözüm çıxdı, mən tez düşürəm. Tez mən gözə çarpıram Yəni deyə. Sevil bir iki dənə xarici siyasətdən dedi, so. Qalan özü yazdım. xarici Xarici, hə, Azərbaycan xalq, yox, Azərbaycan Respublikasının xarici siyasəti 2003-2025 düşmüşdü. O Hə, oxumamışdım. 2025 düşmüşdü. Mən də düzəməldə oxumamışdım. Bastım küləydi, yəni əməli başlı. Amma məncə qəşəng keçdi. Məncə bu Çalışamam. vloqumun sonu deyə. Yəni birinci bölümün sonu. İkinci bölümü çəkməyəcəyim məlumatıdır. Və Bir də bilirsiniz, vaxt ki. imtahanımız daha qalıb axı. 3 Hə, söyləmək hə. istəyirəm də. Və bir söz deyim sizə, ən sonuncu imtahanımız ad günümə düşür. Bəli, Və bəli. şu an ona imza attım ki, İmtahanda ad xoşbəxt olacaq. Dedim müəllimə deyim ki, mənim ad günümdür, mənə birazcık qiymət yazsın. Bahar mənə. Ad günün gedə bilərsən. Bu 3 imtahan boyunca təəssüratlarım necə oldu? Bu üç imtahan boyunca birincidən 43 aldım, ikincidən 43 aldım. Nəsə 43-dən yapışmışam. Yəni birincidən B, ikincidən A aldım, amma idarəetmə fənninin yəni A olmasını istəyərdim. Mən də Əlası A olmaq istəyərdim, amma deyəsən zərbəçiliyə doğru gedirəm. İnşallah. İnşallah stipendiya al. Layiqli bir şəkildə layiqsən. Layiqli bir şəkildə layiqsən. Məncə quruluşuna baxın. Qaldı sosial təhsilatlar, ictimai PR. əlaqələr, gəldi o dərsin adı. Hə, İsmail. Və xarici dildə akademik kommunikasiya. İki fənn məncə yaxşı olacaq. Deyib Mən gözlə PR-dən hazırlaşaq. elə düşünmürəm, amma sosial təhsilatda yaxşı olacaq. Deməli belə gənclər. Birinci bölümümüz vloqla bağlı bitdi.
3 imtahanımız getdi, qaldı 3 imtahanımız. Görək o birisi 3 imtahanlarımızda nə edirik və inşallah taqətim, gücüm yerimdə olar. İkinci bölümdə çəkə bilərəm. Siz də çalışın, əziyyət çəkin, əziyyətiniz yerdə qalmayacaq. Bu universitetdən olsun, ixtisasdan asılı olaraq dəyişmir, belədir. Oxu, əziyyət çək, bəhrəsində gör. Gələn imtahanlarda görüşənə qədər hələlik. Bye.